Göbəkli təpənin də həmin çanta rəsminin üstündə sağ və sol tərəfində 2 dənə aslan rəsmi var. Bu haqda kimsə konkret hansısa bir ifadə deyibmi və ya o aslanları görübmü, şəxsən bilmirəm. Təbii ki, indiyə qədər dediklərim də mənim təhlilimdir və bu da yenə mənim təhlilimdir. Demək ki, biz Göbəkli təpədə bir çanta rəsmi, daha doğrusu 3 çanta rəsmi, ortadakı çantanın qulpunun üstündə sağ tərəfində 2 dənə aslanın olduğunu görürük. 2 aslan rəsmi, daha sonra bizə çatal öyükdə qarşımıza çıxır 2 aslan rəsmi və həmçinin biz bunu Qaranın təpəsində demək bir kişiliyi ifadə edən bir rəsmin olduğu və onun sağında solunda yenə 2 aslanın olduğunu görürük. Və həmçinin çatal öyükdə bir ana tanrıça deyilən bir heykəl tapılır. Təxminən 10-15 sant formasındadır. O bir taxta oturur. Lakin taxtın sağında solunda yenə aslan rəsmləri var. Biz həmin aslan rəsmlərini yenə İnnanna heykəllərində, bəzən Şumerlərdə də yenə İnnanna nağının altında sağında solunda 2 ilanın olması və ya 2 aslanın olduğunu, olan rəsmlərin olduğunu görürük. Həmin aslanlar demək ki, biri yayı yazı, digəri isə qışı payızı təmsil edir. Yəni burada dediyim hamısı mənim fikirlərimdir. Bunu bilmək, həmin o 2 aslanın zamanı, yaz döngüsünü və qış döngüsünü ifadə etməyin bizim bilməyimiz nə qədər əhəmiyyətlidir. Çatal öyükdə bir divar rəsmində insan rəsmlərini görürük. Həmin insan rəsmlərinin üstündə onların bəbir dərisindən kürk geyindiyini, post geyindiyini görürük. Həmin post daha sonra bizim qarşımıza Alpertungada çıxır. Heraklın eyni ilə şir postu geyindiyi kimi qarşımıza çıxır. Bir çox digər kültürdə, qədim toplum inancında qəhrəmanların bəbir və ya şir postu geyindiyini bilirik və həmçinin bu bizim qarşımızda Türkiyədə olan Ələvi Bektaşi pirlərinin şir postu, bəbir postu geyinməsi olaraq qarşımıza çıxır. Alpertunganı yəqin ki, burada olan yoldaşlar hər biri bilir. Buradakı alp sözü igid mənasına gəlir. Ər sözü bildiyimiz günümüz türk dillərində işlənən ər kişi sözüdür. Və tonga da qeyd olunur ki, bəbir deməkdir. Yaxşı, bu bəbir deməkdir. Bu sözün etimologiyası nədir? Çox təəssüf ki, bunun etimologiyasını kimsə aça bilmir. Biz bu sözün izahını yalnız nə vaxt aça bilirik? Mən əvvəl qeyd etmişdim ki, Tanrı sözü dün, dünən sözünün kökündən də Tanrı zamanın sahibidir. Hansı ki, dün sözünün fonetik dəyişim kimi time ingilis dilində zaman mənasına gəlir, den rus dilində gün mənasına gəlir. Yəni Tanrı mənasına gələn Tanrıra, fikir verin, oradakı o tan sözü bizim qarşımıza Göbəkli təpədə, çatal öyükdə, Şumerlərin İnnannasında 2 şir formasında, bəbir formasında qarşımıza çıxır və eyni ilə çatal öyükdə həmin demək zamanı ifadə edən bəbir rəsmini kürk olaraq geyinən insan rəsmi kimi qarşılır və eyni ilə bizim qarşımıza demək Alpertongadakı tonga olaraq çıxır ki, demək tonga burada zamanı təmsil edən şir, həmin şirin Göbəkli təpə, çatal öyük Şumerlərdə olduğunu və bunun daha sonra həmçinin qəhrəmanlıq ritualını təmsil edən bir libas kimi qarşımıza çıxdığını görürük.